yanımıza. ABCD burada dikdörtgendir deyir. D'yi verib, YS-ni verib, YF-i verib və çevrəsini soruşur bizdən. Çevrə müəllimlər alan sahədə çevrədə perimetrdir. Yəni bizdən bunu perimetrini soruşur. İndi mən görürəm ki, bu Y-dən bura bu çəkiləni tamamlasam, bax görürsünüzmü? Tamamlayıram. Tamamlayanda burada bunu hündürü yendirirəm də elə bil ki. Hündürü yendirəndə bura ümumilikdə 6-dır, bu hissə 8-dir. Burada F kriteriyası yaranır da. Bu çünki burada şəkildə olan üçbucaq düz bucaqlı üçbucaqdır. Düz bucaq təpəsindən əgər hündürlük çəkirəmsə, orada F kriteriyası yaranır. Yəni bura 6-dır, burada 6-dır, bura 8-dir, burada 8-dir. Onu yazaq. Onda bu H-a, yəni F kriteriyasına görə H-ın kvadratı bərabərdir 6 vurulsun 8-ə, yəni 48-ə. Onda H-ımız bərabər olacaq 4 kök altında 3-ə. Yəni bu H-ın yerinə mən burada 4 kök altında 3 yaza bilərəm. Bəli, ay Zöhrə müəllimə, yaza bilərsən. Ümumilikdə bax bu hissəyə baxsam, bura görürəm ki, biri 2 kök altında 3-dür. Ümumilikdə mən məsələn YF kimi işarələsəm bunu, 2 kök altında 3-ün üzərinə 4 kök altında 3 gələndə eləyəcək 6 kök altında 3. Yəni tərəfin 6 kök altında 3 olduğunu nə edirəm görürəm. Burada olacaq 6 kökün altında 3. 8, 6 kök altında 3 olduğunu görürəm. İndi bizdən perimetr soruşur. Düzbucaqlıdır da. ABC dikdörtgen, yəni bu tərəfləri düzbucaqdır. Yəni bu ümumilikdə düzbucaqlıdan söhbət gedir. İndi baxın, sahəsi 2A üzərinə gəlsin. Daha doğrusu perimetri, düzbucaqlının perimetri nəyə bərabərdir? 2A, 2 vurulsun A topla B-yə bərabər deyilmi? Bir tərəfi uzunluğu neçədir? 6 ilə 8, yəni burada uzunluğu olacaq 14. 2 vurulsun 14. Eni isə 6 kökün altında 3. Bunu sadələşdirsəm 28 üzərinə gəlsin 12 kökün altında 3. Cavab olacaq A variantı.